Əziz şagird, bizim növbəti 5 ballıq sualımızda çox maraqlı sualdır əslində. Demək, bizə belə bir test tapşırıb verib 24-cü sualda. Deyir, ardıcıl ədədlər müəyyən qaydaya əsasən üçbucaqların daxilinə yazılır. Və bizə deyir ki, buna əsasən 3023 ədədi hansı sətirdə yer alır? Baxın, ardıcıl ədədlər böyük üçbucağın daxilində kiçik üçbucaqlara bölünmüş hissələrə yazılır. Baxın, yazılır 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Davam eləsək 10, 11, 12, 13, 14, 15, 16 və o qaydada da yazılacaq. Və bizdən soruşuruz ki, 3023 ədədi hansı sətirdə yer alır? Baxın, buna deyib birinci sətir. 2, 3, 4, ikinci sətir. 5, 6, 7, 8, 9, üçüncü sətir. Dördüncü sətir verir, 3 sətir verir. Mən dördüncü sətirdə indi bir qayda deyəcəm, bunu işləmək üçün çox rahat bir qayda. Sadəcə onun üçün mən dördüncü sətirdə çəkəcəm, orada göstərəcəm. İstəsəz davamı 1-2 sətir evdə özünüzə yazıb, bu deyəcəyim qaydadan əmin ola bilərsiniz ki, özü doğrudur. Evet, 9'da sonra ne olasıdır? 10 olasıdır, 11, 12, 13, 14, 15 ve 16. Ve bizden soruşur ki, 3023 ədədi hansı sətirdə yer alır? Bakın yoldaşlar, nəyin şahidi oluruq biz burada? Biraz məntiqimizi işə salsaq, görərik ki, birinci sətir elə 1-lə qutarır. Zaten 1'dir, 1-lə qutarır. Birinci sətir. Birinci sətir. İkinci sətir nə ilə qutarır? 4-lə. Üçüncü sətir 9-la. Dördüncü sətir 16 ilə. Əgər 5-ci sətrə getsəz, hesablasaz, mən onu yazıram 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, burada 25 olasıdır. Bu qaydada diqqət eləsəz, burada da 1 qruplayıram. Bax, demək ki, sətrin kvadratı ilə qutarır bizim hər sətir. İkinci sətir 4 ilə qutarır. Sıra nömrəsi 2-dir, 2-nin kvadratı 4. 3-ün kvadratı 9, 4-ün kvadratı 16, 5-in kvadratı 25. Bizdən də soruşur ki, buna görə 3023 ədədi hansı sətirdə yer alır? 3023 ədədi yer aldığı sətrin bizə tutaq ki, atıramda bu sətirdə yer alır, məsələn. Bax, elə onunla da bitir tutaq ki, bizim sətrimiz. Bizə maraqlıyız, zaten o sətri müəyyənləşdirməliyik. Görək o 3023-ün yer aldığı sətir eninci sətir. Bax, bizdən hansı ki onu soruşur. Bu en neçədir ki, 3000, bax, burada qutaran ədəd 3023-ə ya bərabər olmalıdır ki, biz deyək ki, 3023 bu sətirdə yer. Ya da 323-ə ən yaxın olan kvadrat ədədi olmalı ki, mən deyim ki, hə, 323 də o sətirdə olma ehtimalı, olması ehtimalı deməyək, elə özüdür. 323 oradadır. Baxın, 323-ə ən yaxın kvadrat, 3023-ə ən yaxın kvadrat 55-dir. 55-in kvadratı 3025 edir. Yəni bir sətri də bax bu qaydada kvadratdan düşsək, bundan sonra 25-dən sonra gəlir 36 olacaq, sonra 49 olacaq və s. 81 olacaq və burada bir sətrimin, bax bu qaydada gələndə bir sətrimin sonunda 3025 ilə qutaracaq. Bizdən 3023-ü soruşur. 3025 nəyin kvadratı? 55-in. Demək ki, 3023 də 3025 ilə qutaran sətirdə içində olasıdır da 3025 ondan qabaq 3024, ondan qabaq da 3023 yer alacaq. Yəni bu məsələ qəliz görsənə bilər, amma biz onu sizlər üçün çox sadələşdirə bilirik. Yəni bunlar çox rahat hesablaşır. Sadəcə yanaşmanı düzgün eləmək lazımdır. Mən bu 55-in kvadratı nədən 3025-ə bərabər olduğunu bilirəm. Bu da ayrı bir yanaşmadır ki, biz bunu daha qısa necə eləyə bilərsiniz? Bunu da biz öz şagirdlərimizə daha qısa öyrədirik. Yəni 55 3025 ilə bitir və 3025 ilə də qabaqki ikinci ədəd bizdə 3023 olacaq və olacaq 55-ci sırada. Bizdən də məhz elə həmin sıranı soruşur. Deyir 3023 ədədi neçənci sətirdə, yəni sırada olacaq? Doğru cavab 55 B variantı.